Quranda iki fərqli həqiqət eyni anda deyilir. Biz ona yolu göstərdik. İstər şükür etsin, istər nankor olsun. Eyni zamanda siz istəməzsiniz, Allah istəməyincə. Birinci ayədə insanın seçimi var. İkinci ayədə isə hər şey Allahın iradəsi daxilindədir. Əllamə Təbətəbai bu ayənin təfsirində deyirdi ki, insan nə tam məcburdur, nə də mütləq müstəqildir. O Allahın yaratdığı imkan daxilində seçim edir. Yəni sən danışmağı seçirsən, amma danışmaq qabiliyyətini sən yaratmamısan. Bəli, insan azaddır, amma seçdiklərinin nəticəsinə məhkumdur. Əllamə Təbətəbai deyirdi ki, insanın iradəsi var, amma o iradə müstəqil deyil. İlahi nizamın içində fəaliyyət göstərir. Ayətullah Behçət ağa deyirdi ki, insanın çox seçimi əslində seçim sayılmır. Sadəcə daxili meyllərin nəticəsidir. Çünki insan çox vaxt seçim etmir, sadəcə daxilində qalib gələn tərəfi icra edir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, zülmün mümkün olmadığı bir dünya, əxlaqın da mümkün olmadığı bir dünyadır. Çünki əgər pislik edə bilmirsənsə, yaxşılığın dəyəri yoxdur. Əgər zülm mümkün deyilsə, ədalət seçimi də yoxdur. Əllamə Təbətəbai yazırdı ki, Allah zülmü yaratmır. Zülmün baş verməsinə imkan verən sistemi yaradır. Yəni Allah imkan yaradır, insan istifadə edir. Şəhid Mürtəza Mütəhərri qeyd edirdi ki, pisliyin mümkün olmadığı bir varlıq kamala doğru hərəkət edə bilməz. Yəni əgər insan yalnız yaxşılıq edə bilsəydi, artıq insan olmazdı. Fəlsəfədə qeyd olunur ki, məcburi xeyir əsli xeyir deyil. Əllamə Təbətəbai deyirdi ki, insan xeyir və şər arasında seçim edən bir varlıqdır. Bu iki ehtimal olmadan insanın mahiyyəti yaranmaz. Bu o deməkdir ki, zülm etmək qabiliyyəti insanın naqisliyi deyil, onun imtahan potensialıdır. Ayətullah Behçət ağa deyirdi ki, Allah sənə iki yol verdi ki, sən özünü tanıyasan. Digər məsələ, Allah bilirdi ki, bu insan zülm edəcək, niyə yaratdı? Ümumiyyətlə, bilmək məcbur etmək demək deyil. Əllamə Təbətəbai bunu belə izah edir. İlahi elm insanın iradəsini aradan qaldırmır, sadəcə onu əhatə edir. Ümumiyyətlə, zülmün mövcudluğu Allahın razılığı deyil, insanın məsuliyyətidir. Yəni, başqasına zərər verən zülmə haqq qazandırılmır, icazə verilir, amma cavabsız buraxılmır. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, əgər bu dünya son olsaydı, zülm izahsız qalardı. İnsan belə düşünür ki, Allah varsa dərhal zülmə müdaxilə etməlidir, etmirsə yoxdur. Amma bu Allahı insan psixologiyası ilə ölçməkdir. Əllamə Təbətəbai deyir ki, insan Allahı öz hisslərinin ölçüsü ilə mühakimə edir. Yəni sən dözə bilmirsən, Allah da dözməməlidir. Sən dərhal müdaxilə edərdin, Allah da etməlidir. Bu məxluqu Xaliq üzərinə ölçməkdir. Sənin mərhəmətin hissdir, Allahın mərhəməti isə hikmətdir. Məsələn, sən bir körpənin ağrısını görürsən və Allaha sual verirsən. Allah isə həm o ağrını, həm də onun sənin görmədiyin davamını bilir. Əllamə Təbətəbai bu mövzuda deyirdi ki, Allah bilir ki, sən nə edəcəksən, amma bu bilik səni o hərəkətə məcbur etmir. Biz belə düşünə bilərik ki, əvvəl yaradılış, sonra seçim, daha sonra isə nəticə var. Ayətullah Həsənzadə Amili deyirdi ki, Allah üçün keçmiş və gələcək yoxdur, hər şey hazırdır. Yəni Allah sənin gələcəyini gözləmir. O onu artıq bilir, çünki zamanın xaricindədir. Ona görə də Allah insanı nəticəsinə görə yox, imkanına görə yaradır. Yəni o insan zülm edəcək, amma onun içində zülm etməmə imkanı da var idi. Biz deyə bilərik ki, amma Allah bilirdi ki, o imkanı seçməyəcək. Lakin burada incə bir xətt var. Bilirdi, amma məcbur etmədi. Əllamə Təbətəbai bunu belə izah edir. İlahi elm hadisəni müəyyən etmir, sadəcə onun necə baş verəcəyini bilir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insan müxtəlif meyllərin toqquşduğu bir varlıqdır və azadlıq bu toqquşmada seçim etməkdir. Yəni insanın daxilində şəhvət, qorxu, ağıl və iman hamısı eyni anda danışır. Ayətullah Behçət ağa qeyd edirdi ki, insan nəfsinin quludur. Azad olmaq istəyirsə əvvəl nəfsindən azad olmalıdır. Yəni sən seçirəm deyirsən, amma çox vaxt nəfs seçir və sən icra edirsən. Və son olaraq irfanda qeyd olunur ki, həqiqi azadlıq günah edə bilməməkdir. Yəni mənası budur ki, sən günah edə bilərsən, amma o səviyyəyə çatırsan ki, artıq istəmirsən.